Salam dostlar, hər bir vaxtınız xeyir olsun. Qənimətlər Parkındayıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Bax, bu əzəmətli texnikalardan hansı ki, erməni cəlladlarından alındı. Erməni cəlladlarından. Həmin o İskəndər raketinin qurğusu var bu formada. Baxın, görün. Görün, ondan bir neçə şəhərlərimizi attılar, insanlarımızı şəhid etdilər. Həmin bax, bu zibilə qalmış raketlə. Burada erməni cəlladlarından qalmış tanklardır. Hansı ki, əskərlərimiz, zabitlərimizin nəticəsində bunlar qənimət halında götürüldü. Və bax belə. Allah yenə də şəhidlərimizə rəhmət eləsin. Bəli. Baxırsan belə, yəni qürur hissi keçirdirsən əskərlərimizlə. Çox, yəni belə bir zirehli tankdır. Baxın. Baxın. Hamısı bax, hamısı bax. Axırı bax belə olacaq. Bax, bu texnika bu ala qarğıya yaraşır. Bax, görürsünüz, ay erməni. Erməni vandalları. Bax, qarğa oturub texnika uzuza. Budur, gələcəyin əskəri. Allah cəm nəvələrimizi saxlasın. Oturub erməni tankının üstündə və dəmir yumruğu göstərir erməni cəlladlarına. Maşallah, maşallah. İnşallah, inşallah belə igidlərimizin sayəsində da qalan o Ermənistandan o torpaqlarımızı alacaq Allahın köməkliyi ilə. Maşallah. Bəli. Yaşasın Azərbaycan. Buna baxın. Adam həqiqətən də sevincindən bilmir nə danışsın. Maşallah. Rəsm əsərinə baxın. O görün nə qarıb. Qurban olaram sizə Azərbaycan əskəri. Texnikadır, bu teşəkkədir, nədir? 4 svolludur, bax belə. Allah lənət eləmişlər də. Burada da dığalar otururmuş həmin bu yerdə. Anaların mələr qalıb indi bunların. Nə pis gəldi. Demək olar ki, bu texnikalar çoxsu hazır vəziyyətdədir. Yəni ki, bizə lazımdır Azərbaycana onların texnikası. Yəni belə götürəndə boy haldadır çoxsu. Bizə lazımdır onların zirzibili. Bizə ancaq gəlirik onları elə belə seyr eləyirik. Fikir verin. Görün Azərbaycan əskəri nə günə qoyub. Yaşasın Azərbaycan əskəri. Gözəl. Bax, rəsm əsərinə baxın, görün necə gözəl rəsm əsərləridir. Yaşa Azərbaycan, yaşa. Həqiqətən də çoxdan ki fikrim idi bura gəlmək. O günləri o reallığa çevrildi. Gəldim öz gözlərimlə gördüm. Allah yenə də şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Şəhid analarına buradan göstərirəm bunu. Baxın balalarınızla fəxr eləyin. Baxın balalarınızla fəxr eləyin, bacılarım, qardaşlarım. Görün, baxın. 1-4, 2-4. Yüzlərləndir. Anasını ağladıb hamısının. Bəli, şanlı ordumuzun gücü nəticəsində əldə olunmuş qənimətlərdir bunlar. Qənimət. Yenə də mən buna qənimət demirəm. Yəni düşmənin qəniməti bizə lazımdır. Biz Azərbaycan inşallah gözəl ölkəmiz var. Hər bir şəraitimiz var. Sadəcə bu insanlara bunu göstərir ki, baxın. Baxın, görün sizin o
igid zəngavər oğlanlarınız düşmənin anasını necə ağladıb. Baxın, baxın, bax o. Samalyotdur, nədirsə bu. Belə. Xətmə xaşıl olub. Erməninin samalyotudur. Fikir verin. Arzusu ürəyində qalıb. Yarı yolda qalıb. Çox uçmadı və inşallah Azərbaycanın gülləsinə tuş gəldi. Belə, görürsünüz, belə bu cürünə paramparça oldu, dağıldı. Bəh, 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 bəh. Nə gözəl, nə gözəl. Nə gözəl rəsmdə əsəridir. Bax, belə. Burada belə bir texnikalar da var. Bilmirəm, nədən örtüdür bunlar. Bəlkə də raket üçündür. Raket ustanovkalardır. Bunlar da atılır. Raketlərin yerləri var. Baxın, buna baxın. Hamısı Sovetdən qalma hamısı texnikalardır. Sovet dönəmindən qalmış qırın-qırıntıqlardır. Veriblər erməni cəllatlarına ki, alın, onlardan da bir şey çıxarda bilmədilər. Axırda da bu beləncik Azərbaycanlılar üçün bu qaldı qənimət. Gəlib baxırıq. Fikir verin, necə yanıb diri-diri. Başqasının torpağına göz dikənin axırı belə olar. Baba, bu Kamaz kimi. Belə. Bax, ermənin topudur. Qaldım belə, bacağa erməni. Düşmanların yeridir bura. Bura bəli, düşmənlərin yeridir, Mehman. Bu mənim adaşımdır, yəni baxır. Bax elə. Yaşa dinən Azərbaycan əskəri. Mən Azərbaycan əskəriyəm. Sağ ol, sağ ol. Bura ermənilərin belə deyək, sərhədlərindir. Deməli, burada Yox, baba. düzəldiblər. Yəni, belə bir yerdir. Bax, belə bir yerdir. Düşürük. Bax, belə bir yer düzəldiblər. Bura şalaş yeridir. Burada belə bir doddur bu, deməli. Elə bir doddur. Burayla gedirsən. Sərhəddir da, yəni ki, belə təsvir eləyiblər bunu burada. Təsvir eləyiblər, bax, belə bir təsvirlərdir. Gözəl alınıb. Mehman gəzir, bax, görürsünüz, təsvirlərdir. Qabaq burada erməni quldurlarının maketləri var idi, nəysə götürüblər onları. Bax, belə indi yerlərdir, bax, belə. Maşallah. Allah yenə də şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Aşağıda. Burada bir erməni faşistinin kaskası qalıb, boş qalıb amma. Sən bilmirdin ki, sən başqa torpağa gözü düşəndə belə papağın boş qalacaq. Papağın boş qalsın sənin. Papağım. Bura erməninin güya ki, dodudur. Burada sınav falan var. Allah əskərlərimizi qorusun inşallah. Belə bir avtomatdır, erməninin avtomatıdır. Yapışdırıblar ora ki, qoy qalsın orada. Ay maşallah. At qır. Qır qalan ermənilərdə. Atdığınız silah həmişə belə yerə girsin. Girsin gözünüzü, axırda qalsın belə. Ay erməni faşistləri. Vaxtı deyirlər, Ohanyan sərhədi belə falan alınmazdı. Alınmaz qaladı Ohanyan. Ohanyanın anasında belə ağlar qoydu bizim Azərbaycan əskərləri. Bax belə, bellərin qırdı. Baxdıqca fərəh hissi keçirdirəm, yəni bir Azərbaycanlı kimi. Yenə də deyirəm, buradan yenə də şəhid analarına, atalarına üzümü tuturam. Bax, igid balalarımız belə qəhrəmanlıqlar ediblər. Vallahi özümdə danışa bilmirəm, həqiqətən də. Baxın, baxın. Allah
şəhidlərimizi rəhmət eləsin. Bununla yekunlaşdırıram çəkilişlərimi. Gəlin, baxın siz də. Bəli. Gəlin, baxın qəhrəmanlarımızın əl işləridir. Bax, hamısı. Sağ olun. Allah canınızı var eləsin. Paylaşın çəkdiyim videoları. Qoy bütün Azərbaycan xalqı görsün və dumanın içində möhtəşəm, gözəl bayrağımız dalğalanır. Qoy həmişə uca olsun bayrağımız. Allah ölkəmizi, vətənimizi qorusun. Salamat qalın. Öpürəm hər birinizi.